işimiz bittiyse alınacak bir şey yoksa aşağı iniyoruz ve bebeğe dikkat ediyoruz. Bu kadar basit. Bebeğe ben dört gözümle bakacağım zaten. Size çok güvenemiyorum. Başlan. Gidirik hazırlığa. Yorulub bu oğlan. Yorulmusan, Turan. Qırağa dur. Hardasan? Buradayım. Yorulmusan? Güclə gedirik hazırlığa. Hazırlık saat istemiyorum. İstəmir hazırlıq zat. İndidən bezib. Hı? Gəl. Qızlar, mən yenə mətbəximdəyəm, axşama yemək bişirirəm. Çox güman ki, qiyməli bulğur edəcəm. Hələ ki, qiyməsini hazırlayım. Burada da döş əti qoyuram, qaynasın. Altını yandırmaq yadımdan çıxıb, yandıracam altını. Salat edəcəm. İnternetdən salat resepti götürmüşəm. Həmən salat edəcəm. Aha, belə. Bu ikisi qəşəng, bu pişsin, qaynasın. Bu pişsin, hazır olsun. Çəkəcəm sizə də. Qızlar, bulğuru əlavə etdim. İndi suyunu da əlavə edəcəm. İşte hopsun canına pişsin. Üstünə çıxana qədər su əlavə edirəm. Hələ ki bu qədər. Burada da sinə ətini didələdim. İndi badımcan qızardacağım. Səhv etmirəmsə reseptdə badımcan idi. Hə, badımcan qızardırıb inci-incə doğrayıb əlavə edəcəm bura. Bir də bibəri doğrayıb əlavə edəcəm. Mayonez, başqa heç nə. Yəni reseptə baxıb sizə dəqiq göstərəcəm. Badımcanları yudum. İndi lay-lay doğrayacağım. Doğrayandan sonra da qızardacağım. Bax, görürsünüz, bilir ki, video çəkirəm. Özü acıq edirik. Nəysə, əsəbləşmirik. Aha. Bunları sonra belə nazik-nazik doğrayacağım pişəndən sonra. Qızlar, bu salatı birinci dəfə edirəm. İnternetdə gördüm reseptini. Ərzaqlar da evdə var idi deyə dedim qəşəng edeyim. İndi görüm necə çıxacaq. Deyəcəm sizə. Bitti. İndi başlayaq bunu qızartmağa.
Qızlar, bir dənə şkafımın gününə baxın. Buna baxın. Bugün buranı yığışdırmaq istəyirəm. Hələ buna baxın. Əlimə keçən atmışam bura. Neçə vaxtı bura deyirəm əl gəzdirəcəm. Elə tuluyuram ora. Buralar təmizlənəsi. Bunları qəşəng təmizləyim. Buralarda təmizlənəsi. Bunların hər birini boşaldacağım. Təmizləyib təzədən yerləşdirəcəm sərgəli formada. Başlayaq.
İşlərimi bitirdikdən sonra oturdum kofe için. Dincəlmək saatım gəlib çatdı axır ki. Təbii ki, sehirli annəmə baxa-baxa. Bugünlük başqa bir işim qalmadı. Bir dənə balıqlarımın suyunu dəyişəcəm. Suları kirlənib. Ondan sonra işim bitdi. Bugünkü vlogun da beləcə sonuna gəldik.
Və beləliklə kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Hələlik.